Dünya televiziyası daha bir uğura imza atıb. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 illik yubiley medalı ilə əməkdaşlarımız da təltif olunublar. Dünya Müstəqil Teleradio Verilişləri şirkətinin rəhbəri Ramiz Hüseynov medalları təqdim edib. Televiziyamızın baş direktoru Aybəniz Ramiz qızı Hacıyeva, aparıcı Könül Həbib qızı Rızazadə, aparıcı İbrahim Elşadoğlu Allahverdiyev 150 illik yubiley medalına layiq görülüblər. Hər biri öz növbəsində dövlət başçımıza təşəkkürlərini bildiriblər. Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş Azərbaycan Milli Mətbuatının 150 illik yubiley medalı ilə mən də təltif olunmuşam. Bu mənim üçün çox böyük qürur verici və yüksək məsuliyyətdir. Öz növbəmdə Cənab Prezident İlham Əliyevə və Azərbaycan Media İnkişafı Agentliyinə dərin təşəkkürümü bildirirəm. Mən bu günləri, bu şad xəbəri aldım və istərdim bu fikirləri söyləyim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsis etdiyi Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar bir qrup jurnalistə yubiley medalları təqdim olunub. Onlar təltif olublar bu mükafatla. Mən özümü çox xoşbəxt sanıram ki, həmin seçilənlər içərisində mənim də adım var. Mən cənab prezidentə öz dərin təşəkkürümü bildirirəm. Media İnkişaf Agentliyinin rəhbərinə də təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Bugün mənim üçün ən xoş bir gündür. Təşəkkür edirəm. Mən buradan cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, Azərbaycan jurnalistikasına verdiyi dəyər, Azərbaycan televiziyasına verdiyi dəyər və növbəti təşəkkürüm bu medala məni layiq bildiyinə görə Ramiz müəllimə təşəkkürümü bildirirəm. Dünya televiziyasının rəhbəri. Çalışdığım 25-ci ildir ki, yəni mənim üçün ən böyük mükafat budur. Çox mükafatlar almışam, amma ən böyük həm cənab prezident tərəfindən, həm də ki, dövlət tərəfindən bunun təltif olunması mən inanıram ki, ən yadda qalan və bütün aparıcıların, jurnalistlərin arzusudur və hər zaman Dünya TV iləyəm, Dünya TV də məndəndir. Cəmilə Nəsir qızı Emil Hüseynov, Həcər Həsənova bugün informasiya proqramı üçün.